Salamlar hər kəsə. Bugün 100 gün 100 video challenge-ın 5-ci günündəyik. Əlaqə nömrəsini qeyd etmişəm. Əgər hazırlığa yazılmaq istəyənlər olsa, onlayn və əyani şəkildə hazırlıqlarımız davam edir. Həmçinin növbəti üçün qeydiyyatdan keçmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. Bugün sizə uşaqların ən çox çətinlik çəkdiyi, yəni yeni başlayanların deyim, ən çox çətinlik çəkdiyi bir hissəyə toxunmaq istəyirəm. Metal və qeyri-metalların seçilməsi. Bildiyiniz kimi hazırda 118 kimya element mövcuddur. Bu 118 kimya elementdən cəmi 22-si qeyri-metaldır. Yerdə qalanları metallardır. Yəni biz 22 qeyri-metal tanıya bilsək, digər metalları da fərqləndirə bilərik. Adətən atomun quruluşu dövrü qanun dərsində biz bu problemlə qarşılaşırıq. Həmçinin rabitə dərsində bu problemlə qarşılaşırıq və rabitədə bilirsiniz ki, rabitənin növünü müəyyən etmək üçün əsasən biz orada metal və qeyri-metal arasında olan rabitənin növünü belə deyək də müəyyənləşdirməliyik ki, bu metallar arasındadır, yoxsa metal qeyri-metal arasındadır, yoxsa qeyri-metallar arasındadır. Bunu bilmək üçün İlk növbədə 22 qeyri-metalı tanımağımız əsasdır. 22 qeyri-metalı ya əzbərləyə bilərsiniz. Əzbərləsəniz belə bu sizin sadəcə onların simvollarını görəndə tanımağa imkan verəcək. Yəni bir variantımız, bir yolumuz 22 qeyri-metalı əzbərləməkdir. Necə? Mən onlara qısa şəkildə yazacağım. 22 qeyri-metalın arasında bu arada təsirsiz qazlar, yəni nəcib qazlar da gedir. Bildiyiniz kimi hələ də bizim dərsliklərimizdə nəcib qazlar qeyri-metallar kimi qəbul edilir və sual olunanda istər DİM-də, istər MİQ-də, sertifikasiyada bunlar həmçinin yəni qeyri-metal kimi qəbul edilir və götürülür. Yəni ağlınızda nəsə başqa bir şeylər yaranmasın ki, orada testdə səhv etməyəsiniz. Deməli, birinci simvollarına baxacaq. Simvollarını yadda saxlayın. Görəndə tanıyasınız simvollarını. Deməli, başlayıram nəcib qazlardan. Helium, neon, argon, kripton, ksenon, radon. Bunlar nəcib qazlar. Sonra flor, xlor, brom, yod, astat. Bunlar halogenlər. Oksigen, kükürt, selen, tellur. Bunlar xalkogenlər hesab olunur. Həmçinin bir qrupdur. Bunlar 8-ci qrupda yerləşənlərdir. 8-ci əsas yarım qrup. Bunlar 7-ci əsas yarım qrupdadır. Bunlar isə 6-cı əsas yarım qrupdadır. Digər qeyri-metallar isə dağınıqdır və onların xüsusi bir adı yoxdur. Ümumi deyəcək hidrogen, bor, karbon, silisium, azot, fosfor və arsen. Simvollarına baxanda bu şəkildə tanıyırsınız. Yaxşı, deyək ki, sizə simvolla vermədim ki, əsasən də bizə simvolla vermir. Bizə necə verir? Xarici elektron formuna görə verir. Xarici elektron formunda bu qısa bir məlumatı yadınızda saxlasa, sizə çox köməyə dəyəcəyini inanıram. Tutaq ki, verdi sizə bu şəkildə xarici elektron formulu. Bu, indi danışacağım məsələ ancaq əsas yarım qrup elementlərindən şamil olunur. Əsas yarım qrup elementləri hansılardır? S və P elementləri. Yəni, sonluğu 3 demək, ümumi belə göstərir. Məsələn, NS və yaxud da məsələn, NS1 ola bilər, NS2 ola bilər. Sonra NS1, NS2 daha doğrusu, NP1, sonra NS2, NP2, NS2, NP3, həmçinin bu P3, P4, P5, P6 bu şəkildə gedir. Bunlar olur əsas yarım qrup. Bəs əlavə yarım qrup nədir? Biz onun xaricində D yarım səviyyəsini görürüksə, həmçinin F də şamil olunur. Amma biz testlərdə F-i görməyəcəyik. D yarım səviyyəsi varsa, bu əlavə yarım qrupdur. Deməli, biz bunlara əsas yarım qrup, yəni A qrupu kimi baxacaq. D-ni gördüksə, biz ona B yarım qrupu kimi baxırıq. Bizim indi deyəcəyimiz qayda yalnız və yalnız əsas yarım qrup elementlərindən şamil olunur. Bir şey ki, bütün əlavə yarım qrup elementləri hamısı istisnasız metallardır. Yəni, siz onların sonluğunda, məsəl üçün, deyək ki, 3D5, 4S1 və yaxud 3D6, 4S2 bu şəkildə gördünüz. Fərqi yoxdur. D-ni görmüsünüzsə, mütləq əmin olun ki, bunlar metaldılar. İkinci bir şey düşünməyə gərək yoxdur. Bəs yaxşı,
Əsas yarım qruplarda biz metal, qeyri-metal necə müəyyən edəcəyik? Çox asan bir yol deyəcəm sizə. Tutaq ki, məsələn, bizə verilib 2s1, verilib 2s2, verilib 2s2, 2p1. Bu 3 üzərində baxaq. Deməli, birinci, tutaq ki, mənə verildi 2s1. Mən burada dövrü göstərən ədəddən, dövr göstərən budur, düzdür? Buraya yazıram dövr. Bu dövrünü göstərir. Yuxarısındakı ədəd nəyi göstərir uşaqlar? Qrupunu göstərir. Deməli, dövrü göstərən ədəddən qrupu göstərən ədədə çıxıram. Əgər burada müsbət ədəd alınırsa, bu metaldır. Metal, müsbət alınan da olur. Həmçinin, yenə dövrü göstərən ədəddən qrupu göstərən ədədə çıxıram. Alındı 0. 0'dırsa metaldır. Özü də hansı metaldır? Amfoter metal. Amfoter metal bilirsiniz ikili xassəyə göstərən metaldır. Bu olur amfoter metal. Deməli 0 olanda da oldu amfoter metal. İndi gəlin üçüncüyə baxaq. Dövrdən qrupu çıxacam. Qrup artıq olacaq üstlərinin cəmi. Çıxaq, istəyirsiniz bu şəkildə yazın. Bu da bərabərdir -1. Deməli, mənfidirsə bu nə oldu? Qeyri-metal. Sizə imtahanda verdi xarici elektron formulları ilə və yaxud protonların sayı ilə verir elementləri. Siz orada özünüz belə bir xarici elektron formulu çıxardırsınız. Hansının metal, hansının qeyri-metal olduğunu müəyyən edirsiniz. Məsələn, verir, deyir ki, x9 ilə y11 arasında yaranan rabitənin növünü müəyyən edin. Rabitə növü istəyir. Başqa bir şey verməyib bizə uşaqlar. Onda biz nə etməliyik? Birinci növbədə hər biri üçün elektron formunu quracağıq. Görək bunların xarici elektron formunda neçə elektron var. Ondan sonra qərar verəcək ki, bunlar metal, qeyri-metaldırmı? Onlar arasında hansı rabitə yaranacaq? Bəlkə ikisi də qeyri-metaldır. İndi baxıram. Deməli, birinci x üçün yazıram. X-in 9'dursa tam şəkildə yazacağım. 1s2, 2s2, 2p5. 9 elədi mi? Xarici elektron formulum 2s2, 2p5 olur. Onda mən 2 dövrdən çıxıram qrupun göstərən, yəni valent elektronların cəmini. 2 çıxaq 7 olur. Bu da elədi mi? -5. Əgər mənfi ədəd aldımsa, deməli bu neymiş? Bu bir qeyri-metal imiş. İndi y-a baxaq. 11'dir. Yazırıq 1s2, 2s2, 2p6, 3s1. Düzdürmü? Xaricinə baxırıq. Bu xaricidir. Belə də göstərə bilərəm. Deməli, xarici oldu 3s1. Onda dövrü göstərən ədəddən qrupu göstərən ədədə çıxırıq. Qaldı müsbət ədəd. Demək ki, bu neymiş? Bu bir metal imiş. Qeyri-metal ilə metal arasında hansı rabitə yaranacaq? Təbii ki, iyon rabitəsi. Testi bu şəkildə işləyirsiniz. Başqa bir nümunə deyim. Məsələn, olsun bir də burada bunu qeyd etmək istəyirəm ki, hidrogəndə 1-1'dir də. Bilirsiniz, hidrogen, heç burada bunu yazmıram. Kütləsi 1'dir, o bizə lazım deyil. Hidrogen 1s1 göstərir, düzdür? Onda 1-dən 1'i çıxanda 0 verir bizə. Deyirsiniz ki, bu 0 axı hidrogen qeyri-metaldır. Amma bizə bir şey deyim ki, hidrogen birləşmələrdə həm reduks edici, həm oksidləşdirici olur. O da elə birbaşa bu xüsusiyyətlə əlaqəlidir. Həm oksidləşdirici, həm reduks edici. Yəni, həm metallara məxsus, həm qeyri-metallara məxsus xüsusiyyət göstərə bilir. Hidrogen amfoter metallar kimi 0'a cavab verir. Bunu dedim. Bir də başqa bir şey yazmaq istəyirdim sizə. Məsələn, deyək ki, bizə verdim x nə versin? Məsələn, ağlıma gəlmir. X olsun 14, y olsun 8. Belə yazaq. X üçün yazıram 1s2, 2s2, 2p6, 3s2, 3p2. Xarici oldu 3s2, 3p2.
Buradan test tapım görün bu nədir? Tapıram ki, bu 3 çıxaq, 2 ilə 2-nin cəmi, üstəkilərin cəmi. Bu elədi -1. Mənfi ədəd verdi. Mənfi ədəd verdisə bu nədir? Bu bir qeyri-metaldır. İndi gəlin y-a baxaq. 8-dir. 1s2, 2s2, 2p6 şəklində yazmırıq. 2p4 şəklində yazırıq 8 olması üçün. Düzdürmü? 6 yazanda 10 olur. P4. İndi xaricinə baxdıq. Olacaqdır 2 çıxaq, 2 ilə 4-ün cəmi. Elədimi -4? Baxın, təsadüfə baxın. Bu da qeyri-metal imiş. İki qeyri-metal arasında yaranan nə olacaq? Kovalent rabitə. Testlərdə sizi xırda məqamdan xilas elədim. Bu, yəni bunu bilsəz, nəinki bir neçə testin öhdəsindən gələ biləcəksiniz. Bir neçə test üçün baza məlumatdır. Metal və qeyri-metalı müəyyənləşdirmək. Uşaqlarda mən çox müşahidə edirəm, əziyyət çəkirlər, amma düşünürəm bu videonu izlədikdən sonra sizin üçün çox da rahat olacaq. Bu sizə həm atomun quruluşu dərsində kömək edəcək, həm bəsit maddələr dərsində, yəni ilk anlayışlarda kömək edəcək, ən əsası da rabitə dərsində sizi tamamilə xilas edəcək. Uğurlar hər zaman. Videonu bəyəndinizsə, bir kiçicik faydası oldusa, bəyənməyi, kanala abunə olmağı, videonu paylaşmağı unutmayın. Hələlik, növbəti günlərdə görüşənədək.